Salam, sizi musiqi müşayiəti ilə salamlayıram. Ümid edirəm ki, hər şey yaxşıdır və bütün işlərimiz qaydasındadır. Ki, mütləq sizlə görüşməliyik və danışmalıyıq. Tam mövzunun ortasından başlamaq istəyirəm. Mövzu zaman bizi dəyişirmi ümumiyyətlə? Ya da həmin zamanın dəyişdiyi müddətdə biz sərhədlərimizi dəyişirikmi? Ümumiyyətlə biz olmaqdan nə vaxt çıxırıq? Və bu dəyişim bizə çox çətin başa gəlirmi? Həyatımın müəyyən yaşına qədər düşünürdüm ki, insanın bir neçə arzuları olur və o arzular həyat boyu bizi aparır. Ta ki o arzulara və niyyətlərə çatana qədər. Mən deyərdim ki, əslində mən yox, elmdə bunu deyir ki, 25 yaşına qədər verilən qərarlar çox da doğru deyil. Hansı ki 25 yaşdan sonra verilən qərarlar daha düzgün qərarlar hesab olunur. Çünki beynimizin müəyyən hissəsi artıq tənzimləməsini, artıq formalaşmağını bitirir. Və 25 yaşına qədər verdiyimiz qərarlar bizi doğrultmur. Amma bu bizim dəyişmirik ya da inkişaf eləmirik belə deyək də, cümləsinə gətirib çıxarmır, onu təsdiqləmir. Təbii ki, o yaşda da bizim özümüzə uyğun inkişafımız var. Biz o inkişafdan və o həyatdan keçirik və o da bizə müəyyən qədər təcrübələr qatır. Amma oturub düşünəndə ki, keçən illər necə bir göz qırpımında keçir və həmin illərin bizə gətirdiyi bir belə deyim də, olğunluq mu deyək, bir müdriklik mi deyək, hissələri var. Hansı ki biz düşünürsən ki, oyda 3 il keçib, necə keçib, 5 il keçib, necə keçib, hansı ki bizə dünən kimi gəlirdi. Çünki adımladığımız bir yol var və gəldiyimiz bir müdriklik var. Hansı ki ona gəlmək üçün müəyyən hadisələr yaşayırıq, bəzən müəyyən terapiyalardan keçirik, bəzən həyat özü bizə terapist kimi davranır və biz gəlib o nöqtəyə çatırıq. Okay. Orada bir sorğulama prosesi başlayır. Mənim sərhədlərim dəyişdimi? Mənim düşüncələrim dəyişdimi? Və özlüyündə mənim özüm dəyişdimi? İnsan dəyişkən bir varlıqdır. O bir söz var, deyir, insan özünü ancaq dünənki özü ilə müqayisə eləməlidir. İnkişaf yalnız buradan başlayır. Amma mənim burada toxunmaq istədiyim iki məqam var. Birincisi, dəyişdiyimiz dönəmdə sərhədlərimiz dəyişirmi? Ya da biz əvvəlki bizmi oluruq? İkinci məqam isə bu dəyişimdə bizə psixoterapiyanın köməyi. Gəlin sizə öz şəxs təcrübəmdən danışım. Mən deyərdim ki, həyatda məni 1-0 önə atan mənim ixtisasım oldu. Amma bu ixtisas da elə belədən, yəni bal yazdım, ixtisası yazdım, qəbul oldum olmayıb mənim həyatımda. Mən bu ixtisası həqiqətən istəmişəm və uşaqlıqdan psixoloqları araşdırırdım, psixoloji kitabları araşdırıb oxuyurdum və bilirdim ki, məndə müəyyən qədər potensial var. Ona görə də mən ilk terapiyama müəyyən qədər tez getmişəm. Əslində indiki uşaqlarla müqayisədə çox gec getmişəm. Çünki indiki uşaqlar bu cəhətdən çox rahatdılar. Çünki istənilən informasiya çata bilirlər, istədikləri zaman terapiyaya başlaya bilirlər. Əgər getmək istəmirlərsə, çox rahat bir şəkildə YouTube-u, Google-u açıb oradakı məlumatlarla özlərini analiz edə bilirlər. Amma mən ilk terapiyama gedəndə 19 yaşım var idi. Kiməsə görə tez, kiməsə görə gec. Və o terapiyadan sonra, ilk konsultasiyamdan sonra evə gəlib saatlarla və hətta günlərlə ağladığımı xatırlayıram. Çünki o elə bir prosesdir ki, siz özünüzlə üzləşirsiniz və əslində mənim burada belə deyək də altını xəttləmək istədiyim cümlə və mövzu da budur ki, mənə görə hər kəs öz şəxsi terapiyasından keçməlidir və o keçilən terapiyada nə baş verir, biraz ondan danışım. Əslində sizin öz eviniz var, o evində bir dənə pəncərəsi var və siz o pəncərədən çölə baxırsınız. Və baxdığınız dünya əslində sizin gördüyünlərinizdən ibarətdir. Və gözün çevrəsi nəzərə alsaq ki, bu qədərdir və gözünüzü belə çevirəndə siz bu hissəni görmürsünüz. Və sadəcə pəncərəniz nə qədər görsənirsə, belə deyək də, nə qədər hissədə evinizin pəncərə varsa, siz sadəcə oranı görürsünüz. Əgər o pəncərəni biraz daha genişlətsək və ya biraz daha daraltsaq, sizin görmə, belə deyək də, potensialınız o qədər dəyişəcək. Ya çox şey görəcəksiniz, ya az şey görəcəksiniz. Əslində terapiya da biraz buna bənzəyir. Siz gedib bu kresloda oturursunuz və psixoterapevt və ya psixoloq sizə elə bir pəncərə açır ki, o pəncərəni genişlətməyə başlayır. Sizin əslində gördüyünüz və mənalandırdığınız şeyin o olmadığını göstərir. Deyir ki, sən buna bu cür məna yükləmirsən, amma əslində bu deyil ki, biraz da bu bir tərəfdən baxaq. Ona görə mən deyirəm ki, hər kəs mütləq həyatında
bir dəfə də olsun terapiyaya getməlidir. Bunu həm psixoloq tərəfindən deyirəm, həm normal insan tərəfindən deyirəm. Özü də terapiyaya gedən bir insan kimi. Və məsələnin digər bir tərəfi, yuxarıda qeyd etdiyim kimi sərhədlərimizdir. O sərhədlərimiz dəyişirmi? Və biraz da bu bizim ağrıya olan baxış bucağımızdan asılıdır. Biz ağrıya necə baxırıq? Əslində məsələn, mənim bu dəqiqə ayaqlarım, qollarım və ya daxili orqanlarımdan biri ağrırsa, bunu çox rahat əlimi üstünə tutub buram ağrıyır və bunun üçün hansı həkimə getməli olduğumu bilirəm və çox rahat o həkimə müraciət edib şikayətlərimi bildirib nəticəsində müəyyən bir resept əldə edə bilərəm. Bəs ruhumuz ağrıyırsa? Nədənsə bizim ölkəmizdə insanlar can ağrısını daha vacib sayır, nəinki ruhun ağrısını. Bir əlimizin kəsilməyinə necə ani refleksiv reaksiyalar veririk. Amma dəfələrlə qırılan ruhlar, dəfələrlə qırılan ürəyin, o belə metaforla desək, ürəyin telləri çox rahat bir şəkildə görünməzlikdən gəlinir. Olsun da, keçər də. Bu anda sual versəniz ki, hər duyğunu adlandıra bilirikmi ya da yaşadığımız hər ruh ağrısını adlandıra bilirikmi? Yox. Bəzən bəzi duyğular var ki, onların adı olmur, onların hissiyatı olmur. Necə, nə mənada hissiyatı olmur? Yəni onu necə hiss etdiyimizi belə sözlərə tökə bilmirik ki, belə hiss edirəm. Amma sadəcə orada olduğunu və onun bizi nə qədər yaraladığını bilirik, hiss edirik. Amma onu mənalandıra bilmiriksə, o yox deyil. O oradadır. Sadəcə biz onu mənalandıra bilmirik. Və gəldik bu ağrının bizi nə qədər dəyişdirdiyinə. Dəmiri döyüb müəyyən qədər fiqurunu necə dəyişirlər, çox isidirlər və sonra döyməyə başlayırlar. Mən ağrını biraz da o isinmiş dəmirə bənzədirəm. Hansı ki, ağrı bizim bədənimizi kökündən dəyişməyə qadir olan bir duyğudur. Bir yaralanma yoxdur, bir kəsilmə yoxdur, amma səni ruhun ağrıyır və sən onu hiss edirsən. Ağrıdığı anda və o ağrını hiss etdiyin an, ağrı ilə baş etməyi öyrəndiyin an əslində sənin sərhədlərin də dəyişir, düşüncələrin də dəyişir, pəncərən də genişləyir. Başqa bir yönə çevirirsən başını və deyirsən ki, indiyə qədər mən necə yaşamışam? O çık dediyimiz bir şey olur, belə işığı necə belə çık eləyib yandırırsan və artıq hər şey başqa cür görürsən, qaranlıqdan işığa keçirsən. Məncə yaşadığımız ağrılar da buna bənzəyir. İşığı yandırırıq və o ağrının bizi nə qədər çox dəyişdirdiyinin şahidi oluruq. Burada izah etmək istədiyim şey, hər birimizin həyatında müxtəlif ağrılar var. Keçən dəfə seanslarımın birində işlətdim bu cümləni. İnsanlar müxtəlif cür sınanırlar. Bəziləri ailələrindən, bəziləri övladlarından, bəziləri şəxsi həyatlarından, bəziləri karyeralarından. Yəni sınanmanın müxtəlif yolları var və bu sınanmalar da bərabərində bizə ağrılar gətirir. Bəs o ağrılar bizi dəyişirmi? Əgər o situasiyada qalmaq yerinə onunla baş etməyin bir yolunu tapsaq, təbii ki, dəyişir. Təbii ki, insan müəyyən müddət ərzində çox kəskin dəyişimlər göstərə bilir. Burada bir hadisə var və biz bugündəyik, bunu yaşayırıq. Baxırıq ki, buradan bura 5 il zaman keçib, 10 il zaman keçib. Baxıb deyirik ki, zaman necə tez keçdi. Çünki bəzi şeylərə, bəzi hadisələrə, bəzi situasiyalara ya çox zaman itiririk, ya da oradan çıxmaq üçün çox zaman xərcləyirik. Və burada mənim ağlıma bir sual daha gəlir ki, dünyaya gəlmiş bir can özünü yenidən yarada bilərmi? Yenidən yaradar. Bizə nə öyrədiblər? Sən dünyaya nə ilə gəlirsənsə, hansı xasiyyətlə gəlirsənsə, ona da gedirsən. Buna aid bir çox atalar sözlərimiz var. İnsan dəyişmir, fikri də daha aktualdır. Amma mən deyirəm ki, insan dəyişir. İnsan elə hadisələr yaşayır, elə ağrıların içindən çıxır ki, insan dəyişir. Həm də heç olmadığı qədər dəyişir. Sonra baxır özünə deyir ki, mən necə qərarlar almışam, mən nələr yaşamışam, ya da necə belə qərar verə bilmişəm. Buna görə insan müəyyən qədər elastik varlıqdır. Özünü çox rahat bir şəkildə olmasa da müəyyən qədər rahat bir şəkildə dəyişə bilər. Yetər ki, buna əzm olsun, istək olsun və düşdüyü situasiyalardan çıxış yolunu tapa bilmək olsun. Danışmaq mənə çox yaxşı gəldi. Çünki oradan, o tərəfdən görüldüyümü və o tərəfdən eşidildiyimi bilmək çox qəşəngdir. Bir insanların həyatına toxunmaq da çox qəşəngdir. Dinlədiyiniz üçün təşəkkür edirəm.